Mən səviyyəsiz bir bəstəkar olsaydım əgər, toylarda bugünkü gün xanəndələr mənim mahnılarımı oxuyardılar əzizlərim. Yəni kütlə göz önündədir. Ən sevilən, ən öndə olan müğənnilər vallah mənim mahnılarımı oxuyurlar. Hətta özümə də belə səhifəmdə də yazırlar, nömrəmi də tapıb icazə istəyirlər ki, icazə verin Şəlalə xanım mahnılarınızı oxuyum. Əsl toy Gecə bu barmaq nədir? Bəs mən neyniyim? Bugünlərdə bir məclisdə idim. Azərbaycan Respublikasının xalq qaçdı. Alim Qasımov toyda mahnı oxudu. Toydaydı, məclisdəydi. Xanımın mahnılarını oxudu bir neçə dəfə. Dedi ki, özümə şöhrət şan bilirəm ki, belə müğənnimiz var. Belə xanımın mahnılarını mütləq oxumaq lazımdır. Utanmırsan ha? Sən utanmırsan danışdığından? Ay xanım, muğam ifaçıları, xanəndələr, xalq artistləri mənim mahnımı oxuyur. Aləm üzr istəyirəm. Üzr istəyirəm, sizin adınızı çəkdim, biz onun mahnısını ifa etmişsiniz. Bilirsiniz niyə? Belə adama dağ çəkirlər. Sonra belə dağ çəkirlər, təkrar belə dağ çəkirlər, sonra belə dağ çəkirlər, sonra bütövlükdə dağ çəkirlər. Ay xanım, bunlar nə mahnıdır ki, sizin mahnılarınızı deyirsiniz, xalq artistləri oxuyur, əməkdar artistlər oxuyur, xanəndələr oxuyur. Hansı xanəndə oxuyub sizin mahnınızı? Hansı xanəndə sizin mahnılarınızı ifa edib? Kimlər ki oxuyur sizin mahnılarınızı? Bilirəm də, mən də rast gələm sosial şəbəkədə, nə bilim, ayaqqabı göstərirlər üstündə bir dənə sənin mahnın gedir. Nə bilim, kimsə kimsələ dalaşır, bəli. Kimsə kabab yeyir, bəli. Kimsə, nə bilim, zad eləyir, sizin mahnınızı qoyurlar. Sonra yenə də zad eləyirlər, yenə də sizin mahnınızı qoyurlar. Sonra zadları zad eləyirlər. İlahi, insanlar, Azərbaycan Dövlət Konservatoriyasını qutarıb. Bülbül adlı orta ixtisas musiqi məktəbini qutarıb, yəni başa vurub təhsil alıb. Nə bilim, gediblər Amerikada oxuyublar, Rusiyada təhsil alıblar, musiqi üzrə peşəkardılar. Heç onlar bu qadın kimi danışmıyor. Heç rəhmətli Qara Qarayev bunun kimi danışmıyor. Heç Elza Seyidcahan o cür mahnılar yazır, oxuyur, bu xanım kimi danışmır. Heç Şəfiqə Axundova bu xanım kimi danışmıyıb. Heç Elza İbrahimova, rəhmətli Elza İbrahimova, Cahangirov, nə bilim, hansını deyim, heç Rəşid Beybutov cəsarət edib bu qadın kimi danışmazdı. Deyir, hamı mənim mahnılarımı oxuyur. Səni aldadıblar, sən müğənnisən. Səni aldadıblar ki, sənin səsin var. Canım, sənə yalan deyirlər. Sənə yalan deyirlər. Aldadıblar səni.